Səsə qulaq asın, bayquşlar oluyor. Yanında yörəsində də heç kəs yoxdur. Yəni xalq yoxdur, Şamaxılı yoxdur. Düz deyirəm, məcazi yox, həqiqi mənada deyirəm. Bax, İlham Əliyev Şamaxıya gedib, niyə Şamaxıda Şamaxılıların dərdi ilə maraqlanmayıb? Bir soruşsun, ay mənim Şamaxılı həmyerliyim, dərdin nədir? Niyə də niyə? Bütün yolları boşaldırlar, bütün küçələri boşaldırlar İlham Əliyevin korteci keçəcək deyə. Şamaxılılar bugün soxublar evlərinə, çıxmayın deyiblər, hər yerə əl avtomatlar töküblər. Bu nədir? Nədən qorxursan? Ancaq Qarabağda 5-10 nəfəri hazırlanmış, əvvəlcədən planlaşdırılmış, blokadaya alınmış, 1000 metr radiusda hamını uzaqlaşdırıb sadəcə 5-10 nəfər üstlərini, başlarını at paltarına kimi yoxlayıb. O yüzden qadınları da keçən videoda verilən məlumatda səsləndirdi. Sənin mühafizə xidmətinin işçiləri, kişi işçiləri, qadınları da at paltarlarına kimi yoxlayıblar. Ayıb deyilmi? İnsanların içərisindən keçir, 3-4 qorumayla. Təsəvvür edirsiniz, Bakı şəhərində Prezident İlham Əliyev belə keçir, əlini salır, insanlarla görüşür, salamlaşır. Təsadüfən insanların qarşısına çıxır və yollar bağlı deyil, dar küçələrdə yolları belə bağlamayıb, piyada gəzir. İlham Əliyev, belə şeyləri səndən niyə görmürük? Bu millət niyə görmür? İlham Əliyev, sən də bir də get, Bakıda bəzi körpülər var, qul bazarı adlanır ora. İnsanlar 5 manat, 10 manat muzlu işləmək üçün, qul əməyini işləmək üçün o körpülərin altında dayanır. Oralara da get, sən də get, nə olar? Niyə bax, niyə Azərbaycanın belə bir dövlət başçısı yoxdur? Niyə olmasın? Dostlar, bəyənin, paylaşın, hamı görsün. Bizi, bu fikirləri milyonlar eşitməlidir. Xalqımızın gözü açılmalıdır. Metroya girib, gözünə su verir İlham Əliyev. 1 saat 50 dəqiqə canlıya, özü də getdiyi haradırsa, bu əvvəldən çəkib 1-2 saatdan 5 saatdan sonra paylaşmır. Canlı.